26 iyun 1918-ci il, 107 il əvvəl bu gün Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə ilk müntəzəm ordu, Azərbaycan Milli Ordusu yaradıldı. Bir əsrdən çoxdur mövcudluğu ilə xalqın güvən, təhlükəsizlik qarantı olan silahlı qüvvələrimiz indi tarixinin ən şanlı günlərini yaşayır. Xüsusən də ötən əsrin 90-cı illərindən başlayaraq həyata keçirilən məqsədyönlü siyasətin bəhrəsi özünü çox gözlətmədi. Ordumuzun formalaşmasında və daha da güclənməsində Ulu Öndər Heydər Əliyevin rolu danılmazdı. Onun əsasını qoyduğu ordu quruculuğu siyasəti indi Prezident, Ali Başkomandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderin güclü ordu, güclü dövlət prinsipi əsasında həyata keçirilən islahatlar nəticəsində müstəqilliyimizin ilk illərində nizamsız və zəif təsir bağışlayan silahlı birləşmələrdən indi əsər əlamət yoxdur. Azərbaycan Silahlı Qüvvələri hazırda regionun ən güclü, müasir və döyüş qabiliyyətli hərbi qüvvəsinə çevrilib. Hər il 26 iyun tarixində hərbçilərlə görüşlər əsnasında mən deyirdim ki, gün gələcək, biz öz doğma torpağımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik. Deyirdim ki, əgər danışıqlar yolu ilə bu mümkün olmayacaqsa, hərbi yolla bu məsələni həll edəcəyik. Belə də oldu. Uzun illər davam edən danışıqlar heç bir nəticə vermədi və Azərbaycan öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin etmişdir. Günü Vətən müharibəsində Azərbaycan ordusu qəhrəmanlıq və hərbi məharət nümunəsi göstərdi. Çox qısa zamanda 30 ildə işğala son qoyuldu. Ardınca 2023-cü ildə antiterror tədbirləri ilə ərazi bütövlüyümüz tam bərpa olundu. Müasir hərb tarixində indiyə qədər belə ustalıqla və tezliklə məqsədə nail olunan, mütləq qələbə ilə nəticələnən ikinci bir savaş olmayıb. Bu zəfərlər ordu quruculuğuna yönələn uzun müddətli strateji yanaşmanın nəticəsi idi. Əgər bizdə bu hazırlıq olmasaydı, biz bunu edə bilməzdik. İndi nə qədər vəsaitin olursa olsun, əgər səndə texniki imkan yoxdursa, kadr potensialı yoxdursa, infrastruktur layihələri vaxtında icra edilməyibsə, bunların %1'ini biz edə bilməzdik. Amma bugün misli görünməmiş bərpa işləri aparılır. Nəyin hesabına? Hazırlıq hesabına. Buna görə biz güclü dövlət yaratmışıq. Və mən dəfələrlə son illərdə demişdim və bax, həyat mənim sözümü təsdiqlədi ki, bugünkü Azərbaycan bütün tarix boyunca ən qüdrətli Azərbaycandır və heç vaxt çox əsirlik tarixində indiki qədər Azərbaycan güclü olmamışdır. Ərazi bütövlüyümüz bərpa edildikdən sonra da ordu quruculuğuna xüsusi önəm verilir. Dövlət büdcəsinin əhəmiyyətli hissəsi bu sahənin inkişafına yönəldilir. Təsadüfi deyil ki, son illər onlarla yeni hərbi hissə, təlim mərkəzləri, hərbi məktəblər inşa olunub, şəxsiyyətin sosial rifahı ciddi şəkildə yaxşılaşdırılıb. Silahlı qüvvələrimizin arsenalı müasir texnologiyalarla, pilotsuz uçuş aparatları, artilleriya sistemləri, zirehli texnika və raket kompleksləri ilə zənginləşdirilib. Zabitlərimiz dünyanın qabaqcıl hərbi məktəblərində təhsil alır, beynəlxalq təlimlərdə iştirak edərək təcrübələrini artırırlar. Bizim siyasətimiz xalq tərəfindən dəstəklənir. Bizim siyasətimizə böyük inam var və müharibə və onun nəticələri bir daha Azərbaycan xalqını əmin etdi ki, Azərbaycan xalqı bu inamı əsaslı şəkildə bizə bəxş etmişdir. Çünki nəyi demişiksə, onu da eləmişik. Nə vaxt, necə, nəyi etmək lazımdır, biz bilirik deyəndə, məhz bunu nəzərdə tutuldu. Azərbaycan ordusu xalqımızın güvənc yeri, sarsılmaz qalasıdır. Əminik ki, bu yenilməz ordu var olduqca ölkənin hər bir vətəndaşı özünü hər zaman təhlükəsizlikdə hiss edəcək.